Salam olsun aziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə. Demək, Türkiyə Cumhuriyyətimizin üzərinə hər bir tərəfdən saldırırlar. Burada diqqət edəsi, mən bir dəfə də dedim, qısa demişdim. Kanal İstanbul'un nəyin bahasına olsun çəkilməyinə izin vermək olmaz. Kanal İstanbul eyni Sever projesi, Sever Anlaşması və Vatikan projesidir. Kanal İstanbul əgər çəkilərsə, bu depremlərin əli ilə də süni depremlər eləyərək, çünki fay xəttləri var, türkləri oradan çıxartmaq istəyirlər, türkləri oradan uzaqlaşdırmaq istəyirlər. Kanal İstanbul çəkilərsə, ora ada şəkildə düşür, sonra bunu uluslararası tanıyıb, bütün türklərin özlərinə də belə viza ilə eləyəcəklər. Ən böyük təhlükədir bu. Və bura Katar şeyxləri, milyarderlər, oligarxlar, Vatikan, hamısı ekümenlik, Rum, Fener ekümenliği, hamısı burada oturacaqlar. Yəni, türklərdən təmizləmək istəyirlər. Bu, Türkiyə Cumhuriyyətimizin bekası məsələsidir. Nə olsun, imkan vermək olmaz Kanal İstanbul çəkilsin. Bu bir. Suriyada türkmenlərin tanınmaması və türkmenlərin yaşadığı bölgə və Suriyada İsrailin irəliləməsi və Türkiyə orada olmasına, hərbi üs qurmasına izin verilməməsi, istəməməsi. Biləsiniz, Suriya torpaqlarında türkmenlərimizin, 5,5 milyon türkmenlərimizin yaşadığı bölgədə və bu günləri İsrailin cənub bölgəsini, Suriyanın cənub bölgəsini götürməyi, həm Golan təpələrində su yataqlarını su ilə təmin olunmasıdır İsrailin, həm də Suriyada keramivi kvans maddələri və nadir metallar var ki, 21-ci əsrin texnologiyanın əsas metallarıdır. Bunun ümumi dəyəri 3 trilyon dollardır. Yəni petroldan da irəlidir bu. Bunu tam əldə etmək üçündür. Ona görə də Amerika Birləşmiş Ştatlarla İsrail və Avropa istəmirlər ki, Türkiyəmiz Suriyada olsun. Və bunun da əsasında 5,5 milyon türkmenlərimizi siyahıya almayıblar. Suriya sınırları içərisində olan xalqların, millətlərin qorunmasında siyahıya almayıblar. Onların da, türkmenlərimizin də yaşadığı bu bölgədə ən çox faizlə həmin nadir metallar orada yerləşir. Yarın sabahları orada türkmenlərə bir qətliyam yapanda ya köç etdirəndə kimsə ona bir söz deyə bilməyəcək. Ona görə bütün başta Türkiyə Cumhuriyyətimiz olmaqla Dışişləri Bakanlığı bu işlərlə ciddi məşğul olmalı və türkmenlərimizi tanıtdırmalı və Türkmen eli özəl cumhuriyyəti qurulmalıdır. Bu qaçılmazdır. Son gelişmələr, Kuzey Kipris Türk Cumhuriyyətinin başına gələn hadisələr, Türk dövlətlərinin hadisələri, bəzi Turancı, Türk millətçi qardaşlarımızın, yəni əqidəsi biraz zəif olanları həvəsdən salmış, o trollar da bizim üstümüzə gəlir. Ay, Türk dünyası dağıldı, Turan dağıldı. Bunlar hamısı boş şeylərdir. İnşallah daha da güclü olacaq. Və buradan da Sayın Hocamız Səfər Partiyasının Genel Başkanı Ümid Özdağa azadlıq arzu edirəm, azadlıq istəyirəm. Sonuna kimi də onun haqlarını və onun azadlığı uğrunda mücadilə aparacaq. Nə mutlu Türküm deyənə.